Hörmətli Azərqaz, demək olar ki 2 aydır biz noyabr ayında da, dekabr ayında da demək olar gün aşırı qazımızı kəsmişsiniz. Yəni qazdan istifadə etmək bizim üçün çox çətinləşib. Saat 10:00-da qazlar kəsilir, məhdudiyyət qoyulur qazın gəlməsinə. Bir də saat 18:00-da qazların verilməsi bərpa olunur. Hörmətli Azərqaz, siz bu yayı, bu 3, 4, 5 ay isti aylarda siz hansı işlə məşğul olmusunuz ki, gün aşırı bizim qazlarımızın verilməsinə məhdudiyyət qoyursunuz? Həzə Aslanov 115. Bina demək olar, gün aşırı donur, bina mənzillərdə insanlar donur. Xəstələr var, uşaqlar var, yaşlılar var. Gün aşırı siz niyə məhdudiyyət qoyursunuz qazın verilməsinə? Niyə görə biz normal bu qış günündə qazdan istifadə edə bilmirik? Və siz bu yayı neyləmişsiniz? Niyə bu qazın təmirinə məşğul olmasınız? Nə turbaların, nə bilim nəyin. Həmən sizə müraciət edirik, cavabınız bu olur ki, təmir işlə məşğul oluruq. Biz sizə normal ödəniş edirik. Bizim təsəvvürünüzə gətirin ki, ödəniş etməsək, 1 qəpiyimiz qalıb da, tutaq sayğacda depozit. O həmən kəsirsiniz bizim qazın verilməsinə məhdudiyyət qoyursunuz. Bəs niyə görə biz gün aşırı qazdan istifadəni dayandırırsınız, biz də bax bu vəziyyətdə yaşayırıq. Bu yayı neyləmişsiniz? Hara baxmışsınız bu 3 ayı, 4 ayı isti aylarda? Niyə görə bu qış ayında, bu sərt ayda, bu soyuq ayda, bu şaxtalı ayda gündə bizlərə, insanlara işgəncə verirsiniz, vətəndaşlara işgəncə verirsiniz? Həzatların 115 və digər bizlə qonşu olan binalar bu vəziyyətdədir.